Həyatda iki kor gördüm. Biri sənsən ki, sevgimi görmədim. Biri mənəm ki, səndən başqasını görmədim. İki kor gördüm ha. İncə bu yazı qeyd qarşıma çıxdı. Instagramda məhsulları paylaşdığım zaman yeni gələnləri, həmçinin yer gəlmişkən elə onlarla məşğulam. Və bilirsiniz nə hansı bir fikir keçdi ağlımdan? İnsanlar var ki, hələ də o etapdadılar. Ya hələ də qaqa o etapdadır. Hələ də elə bir şeyin dərdini çəkir, elə bir şeyin kafasına takıbdı. Yəni onu fikirləşir ki, görəsən mən nətər ilişdirib bir söz, soxucu bir söz mü yazdım ya da dərdimi necə rahatlayım və s. Və bilirsiniz, bu qınamaq deyil, bu yuxarıdan aşağı baxmaq kimi bunu başa düşməyin. Mən bunu nəyə deyirəm? Bu bir şapalaq kimi bəlkə bəzilərinə ola ki, qaqa valla ayılmaq lazımdır. Valla daha vacib və önəmli bir şeylər var həyatda. Elə bir şeydənsə. Get ondansa bir özünə bir iş tap. Get bir işlə məşğul ol. Əgər işləyirsənsə, o işini 2 qat, 5 qat daha çox işlə. Özünü bir şeylə məşğul elə də. 35 yaşım var və həyatımın hansı 5 ilini rahat 5 ilimi elə bir şeyə itirmişəm. Yəni boş-boşuna da qəm, kədər, həyatdan sönmək, yalvar, yapış, nə bilim də, dərd, şeirlər, nə bilim də belə bir şey. Əlbəttə indi keçməliymişəm o etapı. Prosta demək istəyirəm ki, gənclərimizə həqiqətən də yəni həyatda var daha dəyərli və önəmli bir şeylər və bu qınamaq kimi yox, bunu bir yəni şey kimi də qəbul eləməyin. Çox bilmiş danışmaq kimi də yox. Sadəcə onun özü, yəni bu belə dərd, qəm çəkməyin falan özü də belə yəni həyatda belə peşmançılıq ya nəyisə belə də onun özü belə günahdır. Həyatımıza gələn hər bir şey yaradıcıdan gəlir, Allahdan gəlir. Buna görə kədərlənməyin. Bu hələ də maddi bir şeydən, dünyada olan bir şeydən yapışmaq kimi bir şeydir. Anlayırsınız? Və bu yanaşma itkilər gətirir insanın həyatına. Əgər mən həyatımın bütün mənasını hansısa bir bəndəyə bağlayıramsa, o mənim səhvimdir. O mənim səhvimdə hansı mənə baha başa gələcək. Siz insan elə bir durumda olanda şey eləyir, yəni qəm-kədər olması günahı o tərəfə hələ plus bunun üstünə gəlir sorğuluyur axı insan, niyə mənim başıma belə bir iş gəldi? Ay Allah, nəyə görə mənə bunu belə elədin? Ay Allah, niyə mənim yəni sevdiyim birisini əlimdən aldın? Və ya içində bir nifrət oyanır, insanlara inam ölür. Başa düşürsüz? Yəni nə olursa öz həyatına bu şeyi gətirir də, bu zibili gətirir də. Ya bunun fərqində olmaq lazımdır da. Bunu mən zamanla anladım. Başa düşürsüz? Bu həqiqətən yəni o qədər vacib, o qədər önəmli bir şeylər var. O elə bir pillədir ki, orada çox yəni qalmaq lazım deyil. Hə, olmalıdır. Olur da insan yəni yara da indi toxunulduğu, hiss edildiyi. Amma bəlkə bu mənə nəyisə öyrədir. Məni, yəni o insanı yox. Allahın o qədər yəni variantları var, hansından səni şapatdaya bilər və öyrətməyə çalışa bilər. Başa düşürsən? Və mən deyim ki, indi o belə birisini itirdi. İndi bax peşman olacaq ya da nə? Başım bırax ya, yəni o etap keçdi. Mən nəyə öyrəndim? Bəlkə elə səhv məndə idi, hə? Yəni o mənada yox ki, yəni kör idum, görmədim səndən başqa kimisə də. Yox. Konkret olaraq məndə idi elə bəlkə səhv. Çünki hamı özünü haqlı hesab edir. Digər tərəf sanki bəlkə mən nəsə xarakterimdə dəyişməliyəm ki, növbəti dəfə belə bir şey olmasın. Niyə qurban pozisiyasına girirəm? Qurban pozisiyasına. Qurban pozisiyasında sən qurban olacaqsan və belə də davam eləyəcək. Mən bu baxımdan bu videonu çəkirəm. Özünüzə yaxşı baxın. Özünüzə. Salamat qalasınız.